Bir daha sabahınız xeyir. Sabahınız xeyir, sabahınız xeyir. Ne edirik bugün? Bugün yenə də Torayadayıq. Gedək. Ətrafda biraz gəzək. Rantepau. Yavaş, nə olub? Rantepau şəhəri yaxınlığında bir yerdəyim. Və gedək biraz. Bugün yenə də işimiz dirilərlə yox, ölülərlə olacaq. Çünki Toraya bölgəsini məşhur edən şey dirilərindən daha çox ölüləridir. Daha doğrusu o cənazə rituallarıdır. O dəfn rituallarıdır. Onun üçün də gedək bir balaca ətrafda görək nə var, nə yox. Zulmumuz, bura bir yol çəkildi. Buranın yolu nə gündədir? Bura bir yol çəkildi onlara. Qaldığım yerdə kişi deyəsin, mən başıma Allah deyil. Dedi ki, bugün burada cənazə var. Yerin falan göstərdi, elədi, dedi. Gəldim, heç nə yoxdur. Burada bir şey var idi. Mən dedi, işimiz olum deyə. Meyit dalıncan düşmüşəm, özüm öyle meyit. Amma burada şeylər də, bu maraqlı da. Hətta daha belə deyim, o birisində biraz daha şeydi. Tek korumuşlar, turistik vibe verirdi ama bura konkret lokaldı. Konkret. Sen buynuzdan ne boyda da? Çok yekəsən, ne kardeşsən? Vallahi çok yekəsən. Oy. Bu ne boy buynuz? Bu yəqin ki ən hörmətli adamların cənazəsində falan qurban kəsilərdi. Yəni çox, çox belə şeydir, bu buynuzları yekədir. İnşallah göz dəyməsin. Bir selfie çək. Bura bax görmə. Bir selfie çək. Əsəbləşməyin, söz danışırıq. Bax selfie çəkirik. Allah vurmuşdur sən. Get. Gedib kiminsə qabağında kəsiləndə, onunla mən sənə deyəcəm. Get. Mənzərənin gözəlliyi var. Əcdab dəmir. Ümumiyyətlə, Sulaveys adası çox gözəl bir adadır, dəhşət gözəl. Ada deyəndə beynimizdə kiçik bir şey canlanmasın. Azərbaycandan 2 dəfə böyük bir yerdir. Yəni sadəcə olaraq hər tərəfi okean olduğu üçün, dəniz olduğu üçün adadır. Görüm nə gözəlliyinə baxımıram. Əcdaha deyil. Ənəvi, Toray evləri. Dayanaq burada biraz mənzərədən ərz alaq. Tamam üçün bir yerə gəlmişəm. Özümdə heç bir məlumatım yoxdur ki, nə yerdir, amma da gəlmişəm. Ay, nə oldu? Yox. Alo. Hello. Ticket? Yes. Okay, how much? Tanda tangan dulu. 35. 20, 30. 30, 35. 35, okay, 35. 35, okay. Mau Inggris kira. Okay. Take Take from here. Okay. Okay. With moment. Huh? With moment. Nome? With. Name, my name. Yeah. Okay, I will write. Right. Do you have a pen for? Okay. Okay. Today is axırıncı dəfə bir ay bundan əvvəl kimsə gəlib buraya. 16 və 16. Yeah. Moment. And binatamu. Hindi paborit na. I can help you. I can help you.
Yeah. Okay. 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 Yeah. Okay. Thank You're very beautiful. Yeah. You're very beautiful. Thank I you. don't know. This way. Yeah. Okay. Belə. Gedək. Görək hansı yolda? Yol gedirik, hara gedirik? Bura turistik bir yer değil. Gerçekten de turistik bir yer değil de. Çok lokal bir yerdir. Etrafta görürsünüz. Yani turist falan gerçekten de yoktur. Gedək. Hardan da akıyor yol? Yol hiç buralardan bir yerden değil mi? Yol hani ya. Yol tapam. İlk yakın buradan var. Yol yakın buradan. Dik. İlan da çıkıp bizi salması yaxşıdır. Oha. Ay ne kadar hündürlüktedir. Oy. Oha ne maraqlı yerdə bura. Çox maraqlı yerdir. Wow. Oha. Orada ürəyi zəif olanlar baxmasınlar videoya. Oha. Burada nəzir falan da var. Nəzir falan da var. Tabutların içərisində göstərim. Tabutların içərisi bu formada olur. Deyəcəksiniz kiçikdir, yox kiçik deyil. Çünki ölən şəxslər dərhal dəfn olunmur onsuz da. Yəni o evdə saxlanılır. Və o qaldıqca da daha da belə deyim bədəni yığılır və çox kiçik vəziyyət alır və onu bu formada bura yerləşdirə bilirlər. Amma mən dəqiq yerləşmərəm. Çünki boyum bir xeyli uzundur və bu tabuta qəti şəkildə yerləşmərəm. Mən en azından 2 metrik tabut lazımdır. 2 metrik, hələ 1.95 2 metr tabut lazımdır. Onu mən indidən zakazını verim. İndidən zakazını verim. Onun çünki mən yəni 10 santimdə üçün uzaq qoysunlar da. Yəni tabuta başından basıb itələməz. Gir. Ayağımı qatdalayırlar falan. Pis şeydir, elə eləməyin. Vəsiyyətimdir, elə eləməyin. Biraz da yuxarılarda göstərim. Ne kadar kelle sümüğü var görüyorsunuz. Ne kadar sümük var. Burada da var. Burada maraqlı yer diyor. Oha, oranın kışın mistik mənzərəsi var. Bu ümumiyyətlə mağaradır. Çox maraqlı yerdir, çox dəhşət maraqlı yerdir. Təsəvvür edin, yəni bu sümüklərin hər birisi bir insana aiddir. Yəni düşünə bilirsiniz, hər birisi bir insana aiddir bunların. Yəni aydaq, gedək artıq. Burayla işimiz bitdi. Getmək zamanıdır. Have a good day. Have a good day. Ceyran, gedək, Ceyran. Hoppa. Gedək. Hello. Long
dağının girişi. Yəni Torayada ancaq qəbirstanlıq gəzməklə məşğul olduqlar. Amma yəni Torayanı elə məşhur edən şey elə bu dəfn rituallarıdır, adətləri. Onun üçün yəni Torayada daha çox bunlara fokuslandım deyə bilərəm. İndi növbətçisinə gedirəm. Your name? What's your name? My name is Ifa. Ifa. You're very beautiful, Ifa. You're very beautiful. Nice to meet you. Thank you. Bu qəbirstanlıqlara bu 3 manat 50 qəpik, 3 manat 50 qəpik verə-verə özmədim. Gəldi çatmalıqlar, içəriyə girək. Bura biraz daha, o birisinə fikir verməyim, bura biraz daha belə deyim, tanınan bir yerdir. O birisi demək olar ki, çox tanınmırdı, heç kəs orada yox idi, amma bura bəs tanınan yerdir, burada adam görəcəyik. Buradadır. Gedək. Burada hemen git. Burada Londa adlı qaya qəbirstanlığı. Fikir verin, mən sizə göstərim. Fikir verirsiniz, yuxarıda tabutlar da görürsünüz, amma tabutlardan əlavə tabutları görürsünüz, tabutlardan əlavə burada heykəllər var. Heykəl deyilən maketlər var. Onları hamısı bir nəfər təmsil edir. Maksimum şəkildə bu maketləri, bu heykəlləri həmin o ölmüş şəxsə oxşadılar. Və o ölmüş şəxsin ruhunu təmsil edir. Burada gördüyünüz maketlər və bunlar zamanında yaşamış sadə insanlardan yox, daha çox yüksək zümrəyə aid və statuslu insanlar. I will go. Yüksək zümrəyə aid insanlar hesab olunurlar. Onların görürsünüz maketlərini bu formada düzəldibdilər. Onlar belə deyim, kəndə doğru baxırlar, yəni hər zaman kəndə nəzarət edirlərmiş kimi görünürlər və bunlar da onların dəfn olunduğu tabutlardır. Burada görürsünüz qayalıqlarda. Bu videonun əvvəlində demişdim, qayalıqlarda dəfn olunur ona görə ki, həm torpaqda dəfn eləyib onların ruhlarını belə bastırmaq istəmirlər, həm qayalar yuxarı olduğu üçün onların ruhlarının Tanrıya daha yaxın olacağını düşünürlər. Yəni bu formada bir yerdir. Qaya məzarlığı. Buranın içərisi artıq mağaradır. Mağaranın içərisində də demək olar ki, eyni vəziyyətdir. No need. Mağaranın içərisində də demək olar ki, eyni vəziyyətdir. Yəni içəridə görəcəyimiz fərqli bir şey yoxdur. Videonun əvvəlində o gördüyümüz yerdən demək olar ki, eynidir. Bura sadəcə olaraq biraz daha səliqəli şəkildə qorunub saxlanılıbdır. Buradan da o tabutlardan da görürsünüz. Fikir verin, ən yuxarılardan da tabutlar asıblar, görürsünüz. Ən yuxarı qayaların ən yuxarılarında da tabutlar var. Maraqlı bir yerdir. Yəni, burayla işimizi bitirdik, gedək artıq. Bura daha turistik yerdir, yəni bura gələn adam sayı çoxdur. Onun üçün o birisi mənə daha maraqlı gəlmişdi. Buranın fərqi oydu ki, ölmüş şəxslərin maketlərini qoyublar ora və o maketi olan şəxslər zamanında nüfuzlu olmuş şəxslərdir, status sahibi olmuş şəxslərdir. Bir dənə fərq ondan ibarətdir. O birisi mənə daha maraqlı gəlmişdi, çünki o birisində heç kəs yox idi, tək idi. Burada adam çoxdur. Yolçu yolunda gərək
Tamam. Tamam. Eski. Your name? İki. İhi. Okay. My name is Sadik. Ne oldu? Orada da bilmem gene de kimin həyatına. Bu həyat hamısı Allah bilir. Gene kimin həyatına gəlmişəm özüm öyle. Kimin həyatını bilmirəm. Burada belə bir ağac var. Ha tapdım yesin ha tap. Tapdım. Ne burada? Bu ağaç ne ağacı da onu diyeceğim size. Haber olun. Kimse beni izleyir burada. Sen kimsen? Ha. Gördüğümüz ağaç ne ağacıdır? Gördüğümüz ağaç uşaq qəbridir. Bəli. Uşaqlar Koreya bölgesinde uşaqlar öləndə onlara getirib bu ağaçların içində dəfn edirlər. Oyurlar bu hissəsini, ağaca çox da zərər vermədən bu hissəsini oyurlar. Uşağı ora qoyurlar, sonra da bağlayırlar buranı. Yəni, o boyda yolu onun üçün gəlir. Burada dəfn olunan körpələr 6 aylığa qədər olanlardır. Onları nəyə görə ağacın içərisində dəfn edirlər? Çünki fikirləşirlər ki, onlar hələ dünyaya gəlməyibdi. Onlar hələ pislik tanımayıbdı. Onlar dünya ilə tanış olmayıbdı. Onlar hələ də ana bətnindədir və o ana bətnini ən yaxşı şəkildə simvolizə edən şey nə ola bilər? Təbii ki, ağac olar. Onun üçün də ağacların gövdəsinin içərisində dəfn edirlər həmin o 6 aylığa qədər olan körpələri. Getmək zamanıdır. Gedək. Mən hələ də inanmıram ki, buranı necə tapdım mən. Onun şokundayım hələ ki, buranı necə tapdım mən. Çox gizli bir yerdədir, yəni dəhşət gizli bir yerdədir. Bugün ümumiyyətlə o gizli yerləri aşkar edə bildim. Bu videoya baxıb bir gün Suavesiyaya gəlmək istəyən, Toraya gəlmək istəyənlər bu videoya baxanda o gizli yerləri artıq bilmiş olacaqlar. Which way? Okay. Thank you. 2 gün ancaq qəbirstanlıqlar. Torayadan sonra yəni bir müddət ümumiyyətlə qəbirstanlıqlara gəzməyi sevirəm. Yəni mənim videolarımı izləyənlər bilirlər. Qəbirstanlığa gəzməyi çox sevirəm. Amma yəqin ki Torayadan sonra bir müddət, çox ciddi bir müddət fasilə verəcəm. Çox ciddi bir müddət. Qəşəng görünür. Qəbirstanlığa qəşəng görünür deyən neçə nəfər adam var. Biri mənim. Böyle bir yer. O mənzərə həqiqətən çox unikallı yer. Çox gözəl mənzərəsi var. Əslində qaya məzarlıqları yəni ilk gördüyümüz şey deyillər. Türkiyədə də qaya məzarlıqların, yəni yaxınlardan Türkiyədə də yəni görmək mümkündür qaya məzarlıqların. Fethiye'də qaya məzarlıqları var. Antik dövrə aid. Və kral məzarları falan beşməkən var orada. Yəni buralara gələ bilməyənlər gedib orada o məzarları görə bilərlər. Amma orada təbii ki artıq o qayaların içərisindəki məzarların hamısı bomboşdur, içində heç nə yoxdur. Hamısı yağmalanıb yəni. Orada heç nə görmək mümkün deyil. Bu gördüğünüz Tankonan evlərinə oxşayan bu şeylər, bu tabut dəstində. Cənazələr bu tabutlarda gətirilir. Bu Torayanın ənənəvi evlərinə oxşayan, ənənəvi evlərinin formasında olan bu tabutlarda gətirilir və cənazə buradan götürülür, dəfn olunur, sonra da bura qoyulur. Görün nə qədərdir.
Hər tərəfdə. Hətta bəzilərinin sümükləri bilirsiniz. Görsəniz. Sümükləri görsəniz. Belə ənəvi Toraya qəbirləri. Burada da Tau Maker var. Tau bayaq göstəriniz. O yuxarıda balkon kimi yerdə maketlər var idi və onların adı Tau gedir. Ya o Tau da desən. Hə, buralarda düzəlir. Burada sexi var o Tau'nun. Yəni bu videonu elə burada yekunlaşdıraq, bu məzarlıqda elə yekunlaşdıraq. Çox məzarlıq dolu bir video oldu. Olsun. Bu da bir mədəniyyətdir, bu da buranın bir adət ənənəsidir. Belə. Ümid edirəm ki video xoşunuza gəldi. Ümid edirəm ki ürəyiniz oldu bu video. Yeni şəhərlərdə, yeni ölkələrdə, yeni videolarda görüşmək ümidi ilə. Sağ olun.